Videoya başlamazdan öncə kanala abunə olmağı, like atmağı unutmayın. Xoş izləmələr. Dostlar, hamınıza salamlar. Bu gün sizləri 15 sentyabrdan salamlayıram. Bildiyiniz kimi 15 sentyabr birlik günü, həm də 15 sentyabr məktəbi ilk gündür. Mən şəxsən çox sevinirəm. Bəziləri pis olur, bəziləri sevinir. Zəhra məsələsi pis olub. Bilmirəm niyə, amma mən də çox sevinirəm həqiqətən də. Çünki çox darıxmışdım sinif yoldaşlarım üçün. Həm 5-ci sinifəm, yeni fən müəllimələrim, yeni fənlərim, yeni sinif rəhbərim və çox sevinirəm buna görə də. Sonra metodisinin qızlar, sinif müayinəsinin köməkçisi, hamısı çox gözəldirlər. Yəni yeni partada otura biləcəksən, təzə partağı dəyişə biləcəksən. Yəni çox qəşəng mənim üçün bir gündür bu. Bilmirəm niyə, çox sevinirəm. Həqiqətən də çox sevinirəm. Baxışın sizlər üçün məktəb alış-verişini çəkməmişdim. Zəhra çəkmişdi və məni öldürürdü ki, məktəb alış-verişini paylaş. Mən düşündüm ki, bir dəfəlik elə məktəb vloquna paylaşın. Yəni məktəb vloquna xoş gəldiniz və kırtasiye alış-verişinə. İndi bu gün sizlərlə birlikdə həm məktəb alış-verişimi göstərəcəm, həm də məktəb vloq olacaq. Yəni belə. İlk öncə sizə məktəb alış-verişimi göstərəcəm. Sonra isə formamı göstərəcəm. Formamı nə geyinəcəm, nə saçımı bağlayacağım, saç düzümü və s. Saç düzümü sadə belə bir sümbüllər olur, elə yığacam. Sadə və gözəl. Həqiqətən mən çox sevinirəm. Bu arada, yəni bəlkə də ən sevdiyim fən tarix olacaq. Zəhra yəni məni öldürür ki, tarix ən pis fəndir. Və sinif rəhbərimiz də bizim tarix müəllimi olduğu üçün deyir ki, ən pis fəndir. Amma məncə çox gözəl fəndir. Mən riyaziyyatı sevirəm. Riyaziyyatdır. Amma tarixsə də çox sevirəm. Məncə maraqlı fəndir. O qədər də pis deyil, yəni orta. Yaxşı da deyil, əla da deyil, yəni. Yox, əla da deyil, yaxşı sadəcə. Pis deyil, yəni. Okay, orta. Əla deyil, yaxşı. Qismən elə belə deyək. Nəysə, belə. İlk öncə sizə məktəb alış-verişimi göstərəcəm və daha doğrusu çantamda nə var? Bir dəfəlik üçüncü məktəb alış-verişimi onu da sizə göstərəcəm. Nəysə, biz başlayaq, videomuza keçək və bir daha da məktəb alış-verişi, məktəb vloquna xoş gəlmisiniz. Dostlar, indi bu arada sizinlərlə birlikdə məktəb alış-verişimi göstərəcəm. Oy Allah. Çantama baxın siz, Allah belə eləyim məncə. Belə qoyuram videonu. Belə olsun. Dostlar, çantamın böyüklüyünə baxın. Nə qədər şey doldurmuşum. Çox böyüdü. Amma çox qəşəngdir. Belə ayıcıq da var üstündə dostlar. İlk öncə sizə balaca cibinə göstərəm. 2 ciblidir. Zəhra demişəm ki, ziblidir. Zəhra deyir ki, belə 2 cibli çanta olur. Deyirəm, ha, olur. Deyir ki, videonu tez paylaş, mən də baxım sən məktəb alış-verişini göstərməmişəm. Demişəm ki, videoda görəcəksən. Dostlar, inanırsınız, sizə görə göstərməmişəm. Və balaca cibi daha doğrusu belə eləyək, gözləyin. Burada belə bir şey var. Bunu açırıq belə. Bu tərəfinin bir dənə mini cib var burada. Bu mini cibdə bir dənə belə bir Labublu yaş salfetka. Bir dənə də belə bir Labublu quru salfetka. Burada 40 ədəddir, burada 8. Amma bundan paçka almışdım. Yəni içində 8 ədəd var idi bundan. İkisini də vermişəm rəfiqələrimə. Daha doğrusu verəcəm sinif yoldaşıma. Bir dənə qız var, ona verəcəm. Belə deyək. Bunu belə salaq bura təzədən. Mən belə hər şeyi sallam çıxardıram, yəni. Çox yorucu bir işdir. Bunu da bağlayaq. Sonra belə bir burada blok asmışam. Adını qoymuşam Qaganella. Dostlar, niyə deyirəm Qaganella qoymuşam? Çünki bu qardaşım tirdə tutmuşdu. Onu da qoydum Qaganella. Yəni Qaqa ilə başlayır da. Yəni dostlar,
termosumu qoymamışam ki, termosumdan yemək qabımı qoyum. Yemək qabımı sonra qoyacağam. İlk öncə gündəliyimiz bizdə deyil, məktəbdədir. Bizdə siniflə alırıq gündəliyi. Daha doğrusu müəllimə alır. Müəllimə alıb sinif saxlayıb onu sinifdə. Yəni məktəbdə də narahat olmayın, gündəlik var məndə. Sadəcə məktəbdədir. Məsələn, penalımı göstərəm sizə. 3, 2, 1. Ay, çox şirindir. Belə bir yumuşacıq, pişikli, belə bir açanı da belə bir şeydir. İçi belədir. İlk öncə ən gözəl qələm göstərim sizə. Beşiktaşlı qələm. Bəli, Beşiktaşlı bu qələm. Qara yazır, amma çox qəşəng qələmdir. Çünki ən gözəl qələmlərdən məncə budur. Dostlar, mən Beşiktaşlıyam. İndi Linz gələ bilər. Yox, Galatasaray yaxşıdır, Galatasaray, Beşiktaş bizdə hər öz komandası var dostlar. Siz məsəl üçün Galatasaraylısınız, mən Beşiktaşlıyam. Yəni hər öz komandası var. Keçən il dava edirdim buna görə, indi də hamını buraxmışam şeyə. Amma oğlanlar, mənlə dava eləsəz, indidən bax deyirəm, bəzi oğlanlar var məndə, sinif yoldaşlarımdan bura baxır. Əgər mənlə Qalatasaraya görə dava eləsəz, gözləyim, bir şey göstərəcəm sizə. Baxın dostlar, bu ikinci penalımdır mənim. Bunu aparmıram məktəbə, çünki bunu təsvir sənətdə zatı istifadə edəcəm. Və bu ayırtıcılardır, hə dostlar. Əgər mənlə dava eləsəz, Beşiktaşdan Qalatasaraya görə ki, yəni Qalatasaray yaxşıdır, sizi belə eləyəcəm. Bildiniz? Ağzımı açmıram. YouTube banlayar axırda, məni. Onu dumanlayaram, yazıb. Dostlar, neysə. Pozandır bu. Belə uzun, bir də bura tərəfdə siləndir. Belə bir pozanlı qələm. Koalalı. Belə bir Əndrabadi qələm yunan dostlar. Qələm yunan niyə Əndrabadi deyirəm? Baxın dostlar, qələm qabı, bax, yonduq qələm qabı. Hardan açırıq? Buradan açmaq olmur axı dostlar. Qabaqda yoxdur da belə. Baxın dostlar. Bunu basırıq, öz açılır. Basırıq, öz açılır. Dostlar. Texnologiya. Həqiqətən onun yerindədir. Texnologiya. Nəysə. Belə bir Ofeliyacildən Məryəmin sözü olmasın. Kapibaralı qələm. Bilmirəm niyə belə deyirlər. Kapibara. Sadə kapibara. Kapibara onlar deyirlər. Kapibara. Belə. Dostlar, bu arada bu qabağı olmalıdır. Bu dairəvi yeri arxada. Bu yeri keçməlidir. Baxın. Belə. Belə. Öldü. Belə bir qara marker. Belə bir xətkeş. İki dənə belə bir animeli qələm. Birisi mənim şey rəngli, birisi pəmbiş rəngli. Amma göy yazırlar. Dostlar, mən indi dünənki videolarına baxdım Ofeliyaciliyim. Dostlar, bu arada Ofeliyaciliyim mənim şərhimə ürək veriblər. Yəni, neçə günlərdir mən şərh yazırım, ürək verir mənim şərhimə. Çox sevindim və postda da paylaşmışdım ki, Ofeliya, çox sağ ol. Yəni, inanır bilmirəm, Ofeliya mən cavab verim. Dostlar, hə, onların videosuna baxıram. Məryəmdə də belə qələm varmış. Çünki eyni mağazadan almışıq. Mən də premiumdan almışam. Onlar da premiumdan alıblar. Yəni, mən premiumdan həmişə alışveriş eləmişəm. Düzün deyirəm. Yəni, bütün mənim alışverişlərim premiumdandır. Hamı bunu çox gözəl də bilir. Yedin satıcılardan da soruşum. Tanıyırlar məni. Belə bir marker. Bir dəfə göy rəngdə. Belə bir uclu karandaş, belə bir qırmızı qələm, belə bir pozanlı qələm, təzədən kapibaralı pozanlı qələm, belə bir şilli pozanlı qələm. Ya haqqalar, çox sağ olun. Əlhamdülillah. Dostlar, belə bir uzlu karandaş uclar. Neyse dostlar, bu kadar idi bu karandaşın. Dostlar, bu arada bizə xəbər verməyiblər. Dünən xəbər vermişdilər. Yox, dünən axşam xəbər vermişdilər. Yoxsa bugün axşam. Yox, dostlar, birisi gün idi. Yoxsa İsrail gün. Hə, İsrail gün, yəni sabah yox, dünən yox, o bir gündə, yəni dostlar. Belə bizə axşam gecə saat 12-də xəbər veriblər ki, 15-in, yəni bugün tamaşa olacaq. Özdə
direktorun qabağında. Dostlar, şoka düşdüm də, yəni. Mənim də bildiyiniz kimi söz veriblər. Ki, əlasıyam, yəni. Demək olar ki, əlasıyam. Demək olar ki, sinif qomun köməkçisiz adam. Belə deyəydik, belə sayılıram. Mənim də sözü təbii ki, də verəcəklər. Ona görə bu boydan söz veriblər mənə. Nəysə. Şok olmuşdum da, öyrənmişəm amma. Belə bir dəftər, stikli. Bu gün informatika dərsi olacaq, ona görə. Gözləyin dostlar, belə bir şey var, onu da aparacağım. Gözləyin. Bu gün bu arada dostlar, informatika dərsi olacaq. Mənim ən sevdiyim dərslərdən biridir. Belə bir şey almışam, kromili. Bunu belə bura şey yazdım. Gözləyin, eləyim gəldim. Daha doğrusu eləyirəm, göstərirəm. Belə elədim, gördünüz. Dostlar, iş dəftərlərini qoymamışam. Qoyun. Təbiət şey qoyacağım. Nə az ilinə riyaziyyata qoymuşam. Yəqin hə. Tarix, ümumi. Bunu qoyuram bunun arxasına. Belə bir bloknot. Gülməli dedim. Azərbaycan dili kitabı, Azərbaycan dili iş dəftərləri. Bunu da göstərmirəm məncə. Göstərəm, yaxşı göstərəm. Azərbaycan dili kitabı. Burada cibində dəftərimi həmişə belə edirəm, cibinə qoyuram. Çünki cibinə qoyan adamı itmir. Bu iş dəftəri. Azərbaycan tarixi. Zəhra deyir ki, çox pisdir, amma mən oxumuşam, maraqlıdır. O qədər pisdir. Dəftəri. Saatlı dəftər. Bunu sizə göstərdim. Ruski yazık, mой родной. Oy, ruski yazık. Dostlar, kim bilmirsə, mən rus dilini çox yaxşı bilirəm. Həqiqətən çox sevirəm və bu ilk günüdə rus dili var. Ruski, baxın, oxuyuram sizin. Учебник, ruski yazık, второй иностранный язык. Все, bu qədər. Riyaziyyat, oydu, mənim ən sevmədiyim dərs riyaziyyatdır dostlar. Həqiqətən mənim ən sevmədiyim fənlərdən biri. Bu üzümün qarasıdır. Heç sevmirəm bu dərsi. Heç və heç. Neyse dostlar, axırıncı dərsimizdə bildiyim qədər bizi də bu da sevmədiyim dərsdir, musiqi dərsi olacaq. Dostlar, bu arada etiketləri yapışdırmışım, yazmamışım da dostlar, anlamayasın. Mən yazmıram, mənim xəttim qəşəng deyil. Kitablarda mən qəşəng yazmıram. Bu arada, bu yox. Burada, hə. Bu anamın xəttidir. Görsəndə də bütün mənim məktəblərim, zatlarım, bu nənə. Təsəvvürün ki, anım gəlir, toplu ilə məktəbimə, Fatimə. Direktor qovar məni məktəbdə. Neyse. Ruski, Azərbaycanski. Dostlar, neyse, bu qədər idi məktəb alışverişim. İndi kisəcə vloga qoymam, buranın yığışını düzəldim, gəlirəm. Hamınıza salam dostlar. Bugün sizlərlə birlikdə məktəb üçün aldığımız əşyaları və çantanı göstərəcəyik. Gəlin başlayaq. Belə bir qara çantamız var. Arxası belə, qabağı belə. Mən 6-cı sinifə başlayacağım. Siz neçənci sinifə başlayacaqsınızsa yorumlarda yazın. Belə bir çanta var. Ən ön cibində bir ədəd kley. Belə bir ədəd kleyimiz var. Sonra belə bir ədəd ağacımız var. Qabaq ciblərdə bunlar var. Bu cibdə isə belə bir cib var, göstəreyim. Bu cibə isə yasaqqa, quru saxqa qoyacağım, hələ qoymamışam. Sonra bu cibin altında gizli bir cib var. Buranı açırıq. Bu cibin içində belə bir 30 santimetrlik açıq bənövşə rəngdə belə bir xaçkeş var. Burada yazıb 30 santimetr. Sonra belə bir qələm qabımız var. Qələm qabını açıram. Qələm qabının içi belə bir şeydir. 2 ədəd sadə qələm, 2 ədəd kromili ruska. Üstündə şey var, onu götürürəm. Altda da belə bir araları var. Mavi ruska, qırmızı ruska, yaşlı ruska. Ağacı yenə də kromili ruska. Belə göstərim və bir ədəd də belə bir yaşlı rəngdə pozanımız var. Açıq yaşlı rəngdə. Və bir qırmızı tərəfdən yerinə bunun ağzını örtürük.
Ben bunu ağzını örterken siz de kanala abone olup like atmayı unutmayın. Ağzını örttüm ve burada böyle bir 24 adet boya kalemi var. Böyle bir boya kalemi. Oyalındır. Elbette həmişə oyalın ləvazimatları orijinal olur. Biz də həmişə çalışırıq ki, həmişə oyalın ləvazimatlarını alayıq. Gördüğünüz kimi böyle bir oyalın kalemi var. Ve böyle bir flamaster var. 24 ədədli. Böyle istediğiniz tərəfə aça bilirsiniz. Mesela açdıq, qapağı götürürük. Böyle bir mesela birisini seçirik. En qıralısı mesela sarı, iki tərəflidir özdəki. Bir ucu belədir. Bir ucu isə belə. Bəli. Gördüğünüz kimi indi isə bunu yerine koyuyoruz. Ağzını örtürəm ve burada böyle bir nöqtə kimi şey var. O bağlayırıq. Bunu böyle koyuyoruz. Koyuyoruz buna. Bunu bağlayırıq. Ve keçirik en son cibə. En son cibdə belə bir papay, ne? Papay. Sarı. İngiliscəsində deyəsən, good taste. Bir 10 renkli kağızımız var. Bu necə rəngli kağızı sizə deyim, deməlim. Bir tanesi arasını deyəsən mavi rəng kəssən, qopalca yapışdırsan, belə rəngli kağızdır bu. Sonra gündəlik. Sonra dəftərlər, kromlu riyaziyyat, Azərbaycan dili, riyaziyyat. Belə deməli dəftərlərimiz var. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək bay bay. Dostlar, baxın, hal-hazırda geyinəcəklərimi yığmışam bura. Bir də bir. Hava çox soyuqdur bu aralar, bilməm niyə. 3 gündə hava çox soyuqdur, buzdur. Belə bir kurtka geyinəcəm, vitrovka deyək də. Çünki belə nazik kurtkadır. Kapron kalgotka, belə çox qəşəng qara nöqtələrlə. Brand House-dan aldığım köynək, çox qəşəng bir materialı var. Sonra belə bir yubka, bunu maşdağam oldu almışam və çoxdan da istədiyim New Balance-lar. Çox sevirəm və New Balance bu ara reklam. Zarfa deyirəm, reklam deyil. Əslində mən bu ayaqqabını geyinəcəydim. Sonra fikrimi dəyişdim. Dünən aldığım New Balance-lara geyinirəm. Dünən almışam bunu. New Balance. Dostlar, bu mənim bir tıqqan verəcək sıxdı. Biz istədik 37 olar. 37 yox idi. Onca 36 aldıq. Amma heç olmaz. Sıxar biraz, heç olmaz. Dəyər bu gözəlliyə. Nəysə dostlar, mən indi geyinəcəm və indi gözəl saç düzümü göstərəcəm. Dostlar, saçlarım üçün belə bir bantiklərdir. Bantikləri almışam, belə ağ rəngli, uzun, qəşəng və belə. Altdan da belə bir ağ rezinlər. Belə. Dostlar, mən heç vaxt görməmişdim belə ağ rezinlər. Amma belə qarı görmüşüm, amma bundan görməmişdim. Bunu taxacağam, bunu geyinəcəm. Bax, bu arada dostlar, darağımdır mənim. Məni görəcəksiniz. Hay! Dostlar, necəyəm? Geyindim, gözüm belə göstərim. Necəyəm? Nasılım? Güzelim mi? Bence çok beğendim. Dostlar, indi saçımı yığacağıq və gedirik. Amma məktəbə yox. Market gedirik, yemək almamışam özümə. Dostlar, hazırda mən gəldim, evdəyəm, mağazadan gəldim. Özümə yeməyə, məktəb üçün yeməyi aldım. 10 dənə lil aldım, 10 dənə. Soraya da aldım, birisini bu gün aparacağım. Bir tane hot dog aldım, bir tane de şöyle bu kadar. Bir de bu kadar. Evet, bir tane de sabah için Oreo aldım. Sabaha Oreo biraz bu kadar. Ben sizlerle birlikte gedəndə video çəkəcəm. Neyse. Ay. Videonu görəcəksiniz. Nəzər məşəq. Dostlar, hamınıza bir daha salamlar. Sabah. Daha doğrusu dünən size çəkilmədim, yorğun idim, dəhşət yorğun idim, yəni bildiğim yorğun idim.
Mənim o qədər tapşırıq vermişdi. Müəllimlərimiz dillər müəllimləri də amma riyaziyyat. Riyaziyyat çox belə təvəkkül müəllim idi. Ona görə bizə neçədən tapşırıq? 7 dənə tapşırıq verdi. 7 tapşırıq. Bir ilk gündə 7 tapşırıq verdi. Heç bir müəllim vermədi tapşırıq. Bir dənə o verdi. Yəni çox belə qəribə qaldım. Neyse belə vahşi sizinlə sağollaşa bilmədim. Amma yani belə getdim. İşte normal idim. İşte bu kadar da pis değildi. Tamaşamı elədim. Gözəl elədim bu arada. Sonra başka şeyler elədim. Yani normal. Çox yuxum gəlir. İndi saat 8-dir. İndi hazırlığa gedəcəm. Oradan da məktəbə gedəcəm. Ona görə də sizlə sağollaşıb bilməmişəm. Dostlar, kanala abone olmağı, like atmağı, yorum yazmağı unutmayın. Sağ olun.